Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, ağsaqqallar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Əziz qardaşlar, Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməklici ilə böyük İslam alimi Şeyx Muhammed İbn Abdülvəhhab İbn Süleyman Ət-Təmimi rahiməhullah, Allah Taala ona rəhmət etsin, 6 əsas kitabından 3-cü əsasın şərhini oxumağa davam edirik. Əmr sahibini eşidib, onun ətrafında cəm olub toplanmaq. Şeyx Muhammed bu 6 əsasın içərisində ümmət üçün ən zəruri, ən çox ehtiyac olan mövzuları toplayıb cəm etmişdir. Birinci əsas, Allaha ixlasla ibadət edib, ona heç bir şeyi və heç nəyi şərik qoşmamaq. Allaha ixlasla, səmimi qəlbdən ibadət edib, ona heç bir şeyi və heç nəyi şərik qoşmamaq. Eləcə də ona şərik qoşmağa aparan, şirkə səbəb olan bütün vasitələri, yolları tərk edib onlardan uzaq durur. Birinci əsas dinimizdə budur. İkinci əsas, cəmaat olub, qardaş olub, mehriban olmaq. Firqələrə, qruplara bölünüb parçalanmamaq. Cəmaat olmaq, mehriban olmaq, qardaş olmaq, Allahın dinində, Allaha ibadətdə bir yerdə olmaq, firqələrə, cəmaata bölünüb parçalanmamaq. Qrup olmamaq. Üçüncü əsas isə həqiqətən də insanın Allaha ibadət edib, ona heç bir şeyi şərik qoşmamasını, onların qardaş, mehriban olmasını tamamlayan şey, əmr sahibinin ətrafında toplaşıb, onu eşidib, ona itaat edib, ona tabi olmaq. Allaha ibadət edib, ona heç bir şeyi şərik qoşmamaq, qardaş olmaq, cəmaat olub, firqələrə bölünüb parçalanmamaq, həqiqətən də bu, əmr sahibini eşidib, ona itaat etməklə tamamlanır, öz kamillik dərəcəsinə çatır. Hətta sənə təyin olunan başçı, həbəşi bir kölə, qul olsa belə. Allah Teala bunu öz kitabında açıq-aşkar şəkildə bəyan edib açıqlamışdır. Buyurur ki, Şeyx Muhammed, İnnə min təməmil ictimai əs-səm'u və ta'atu li valiyyil amr. Həqiqətən də cəmaat olmağın, mehriban olmağın tamamlanması, birləşməsi hakimi eşidib ona itaat etməklə olur. Hətta o Həbəşistanlı bir kölə olmuş olsa belə. Əmr sahibini eşidib, ona itaat edib, ona tabi olmaq. Ona görə ki, cəmiyyət başçısını eşidib, ona itaat etməklə tamamlanır. Eşidib itaat etmək də rəhbər ilə olur. Başçı ilə olur. Rəhbər, başçı ona görə var ki, insanlar eşidib ona tabi olub, ona itaat etsinlər. Burada həm onlar üçün xeyir, bərəkət, fayda var, həm də Allahın rəhməti var. Allahın əmirlərini yerinə yetirməkdə, qadağalarından çəkinməkdə, hüdudları qorumaqda, yaxşılıqları əmr edib pisliklərdən çəkinməkdə, istər zülm edənin qarşısını almaqda, istər zülmə məruz qalmış insana köməklik etməkdə, hamısı
əmr sahibini eşidib onun ətrafında cəm olmaqla olur. Əmanəti qoruyub saxlamaq, mühafizə etmək, hamısı bütün bunlarla olur. Allah Taala'nın rəhmətidir, dəyərli cəmaət, bu bizə. Öz içərimizdən bizə başçıları, əmr sahibləri təyin etməsi, uca Allahın bizə rəhmətidir. Səhabələr baxaq, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdikdən sonra o dəfin olmamışdan qabaq ilk görmüş olduqları iş əmr sahibi başçı təyin etmək idi. Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdi, hələm o dəfin olunmamış, torpağın altına qoyulmamış ilk gördükləri iş özlərindən başçı xəlifə seçmək idi. Çünki bu zaman sözlər, kəlmələr birləşəcək idi. Bu zaman əminamanlıq, təhlükəsizlik bərpa olunacaq idi. Bu zaman xaricdən gələn düşmənlərin hücumlarının qarşısı alınacaq idi. Bu qədər mühümdür, qiymətli cəmaət. Həqiqətən də bunun olmamağı fitnələrin, ixtilafların çıxmağına səbəb olur. Əmr sahibinin, başçının olmamağı fitnələrin, ixtilafların çıxmağına səbəb. Özbaşınalıq olur, anarxiya, kim necə hissədə hərəkət eləmək, bu yalnız və yalnız əmr sahibi olmayan yerlərdə baş verir. Eşidib itaət etmək də yalnız başçıya olur, əmr sahibinə olur. Yoxsa kimsə özlərindən qruplarına başçılar təyin edir. Bizim qrupun başçısı budur, onda buna eşidək, itaət edək. Bizim cəmaatımızın lideri budur, onda ona eşidək, ona itaət edək. Bu batildir, doğru deyildir. Eşitmək, itaət eləmək, beyyət eləmək yalnız və yalnız dövlətin rəhbəri üçün, başçı üçün gəlib. Kiməsə beyyət eləmək, ondan savayı tabi olmaq, boyun əymək şəriətimizdə düzgün deyildir. Allah Teala buyurur: "Ya eyyuhellezine amenu ati'ullaha ve ati'ur rasule ve ulil emri minkum." Ey iman gətirənlər, Allaha itaət edin, peyğəmbərə itaət edin və içərinizdən seçilmiş əmr sahiblərinə itaət edin. Bax, bu üçünə itaət, eşitmə gəlmişdir. Allaha itaətdən sonra gəlir Peyğəmbər sallallahu əleyhi və səlləmə itaət və labuddur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə itaətdən sonra əmr sahibinə, başçıya itaət gəlir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim əmr sahibin eşidib itaət eləməzsə, artıq mənə asi olmuş olur. Kim də mənə asi olmuşsa, Allaha asi olmuş sayılır. Allaha qarşı gəlmiş, üsyan etmiş sayılır. Allah Teala bizə bunu Quran-ı Kərimdə çox gözəl şəkildə bəyan edib açıqlamış. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, "Usikum bi taqvallah ve's-sem'u ve't-ta'atu və in təəmmərə aleykum abdun habeşiyyun." Mən sizə Allahdan qorxmağı və başçınız Həbəşi qul belə olsa, onu eşidib ona itaət etməyinizi tövsiyə edirəm. فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ بَعْدِ فَسَيَرَ اخْتِلَافًا كَثِيرًا. Həqiqətən də sizlərdən məndən sonra yaşayanlar çoxlu ixtilaflar görəcəkdir. Bu ixtilaflar nə ilə sona çatır? Başçıya eşidib ona itaət etməklə. فَعَلَيْكُمْ بِسُنَّتِي وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِيِّينَ. Bu zaman sizə mənim tövsiyəm, mənim və raşidi xəlifələrimin yolu, sünnəsidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İsmə'u və ati'u və in təəmmərə aleykum abdun. Eşidin rəhbəri, ona itaət edin. Birdən başçınız kölə, qul olmuş olsa, belə. Beləcə cəmaat olunur, beləcə Allahın razılığı gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnəllaha ləyərdə ləkum thəlâthən və yəkrahu ləkum thəlâthən. Allah Teala sizdən 3 şeydən razıdır və 3 şeyi etməməyinizi buyurur. Onu etsəniz sizə narazı qalır. Sizdən razıdır ki, Allaha ibadət edib ona heç bir şey şərik qoşmayasınız, cəmaat olunub firqələrə bölünməyəsiniz, başçını eşidib ona itaət eləməyəsiniz. Bax, bu ilk 3 əsas. Allaha ibadət edib ona heç bir şey şərik qoşmayasınız, cəmaat olub və qardaş olub firqələrə, parçalara bölünməyəsiniz, başçını eşidib ona itaət edib. Bu zaman Allah Teala sizdən razı qalır. Xoşlamaz ki, Allahdan başqasına ibadət edib ona şərik qoşasınız, dedikodu eləyəsiniz. Dedikodu, yəni söz aparmaq, söz gətirmək, bunları sizdən xoşlamır.
Dəyərli cəmaət, əlbəttə bu dinimizin üçüncü böyük əsasıdır. Və cəmaət və mehribançılıq bununla olur. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, həqiqətən də sizlər məndən sonra elə başçılar ilə qarşılaşacaqsınız ki, onlar sizlərə mənim və Allahın əmr etmədiyi şeyləri əmr edəcəklər, tövsiyə edəcəklər. Sahabələr soruşur, ya Resulallah, birdən elə zamana çatsaq nə eləyək? Onlar buyurur ki, Peyğəmbər s.ə.v buyurur ki, müsəlmanların rəhbərlərini eşidin, onlara itaat edin. Eşidin, itaat edin. Sultanın hörmətini saxlamaq, əmr sahibinin hörmətini saxlamaq, onun adın sanını qorumaq, onu ucatmaq. Allah Resulü s.ə.v buyurur, kim belə eləyərsə, Allah Teala həmin şəxsi qiyamət günü ucaldar. Allah Teala həmin şəxsi qiyamət günü ucaldar. Amma kim ki əmr sahibini gözdən salır, onu alçaldır, onun orada burada söhbətini edir, o adam Allah subhanətlə alçalacaq. O adamı Allah Teala gözdən salacaq. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, 3 nəfərə hörmət qoymaq Allahı ucatmaq sayılır. 1 elm əhlinə hörmət qoymaq, 2 müsəlman ağsaqqala hörmət qoymaq, 3 başçıya, əmr sahibinə hörmət qoymaq. Allahı ucaltmaq sayılır bu. 7 sinif insan var ki, onlar heç bir kölgənin olmayacağı gün Allah Teala onları öz kölgəsində kölgələndirəcək. Onlardan biri ədalətli başçılardır. Görün, nə qədər Allah Subhanahu Teala rəhbəri ucaldır. O 7 sinif zümrədən biri də ədalətli imamlar, başçılardır. Həqiqətən də başçılar yer üzərində Allahın kölgəsi sayılır. Allahın kölgəsi. Allah Subhanahu ve Teala bir şeyi özünə nisbət edirsə, mənim evim deyirsə, mənim dəvəm deyirsə, Salih Aleyhisselamın dəvəsi Nəqatullah, məscidlər üçün Beytullah, başçılar üçün Zillullah, Allahın kölgəsi, həmin şeyin nə qədər uca, şərəfli, çox mübarək bir şey olmağını göstərmək üçündür. Bununla Allah Teala bizə göstərir ki, məscidlər hörmətlidir, ona görə ki, mən ona Beytullah deyirəm, Allahın evi deyirəm. Salih Aleyhisselamın dəvəsi hörmətli idi, çünki o digər dəvələrdən fərqli idi, Nəqatullah, Allahın dəvəsi. Başçılar da belədir, digər insanlar kimi deyil. Allahın yer üzərində kölgəsi kimidirlər. Başçını eşidin, ona itaat edin. Birdən o sənin belini vurub, malını əlindən alsa belə, yenə eşit, yenə itaat elə. Bir ki, qiyamət günü haqsızlığa məruz qalmısansa, Allah Teala onu sənə qaytaracaq. Allah Teala onu sənə qaytaracaqdır. Əziz cəmaət, rəhbərin də islahı, yaxşı olmağı, rəiyyətin, cəmaatın islah olub, yaxşı olması ilə mümkündür. Əgər bir ölkənin cəmaatı pis olsa, əmirlərə, qadağalara fikir verməsə, halallara, haramlara fikir verməsə, küfrün, şirkin içərisində boğulsa, namazları qılmasa, orucları tutmasa, əlbəttə o cəmaatın başçıları da zalimlər olacaq, zülm eləyənlər olacaq. Uca Allah buyurur, وَكَذَٰلِكَ نُوَلِّي بَعْضُ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُوا يَفْعَلُونَ. Öz əlləri ilə etmiş olduqları günahlara görə Allah Teala zalimlərin bir qismini o bir zalimlərə başçılar təyin etdi. İnsanların da əgər üzərlərində zülm varsa, haqsızlıq varsa, öz əməlləri ilə etmiş olduqları günahlardır. Həccac ibn Yusuf Əth-Thəqafi, məşhur zalim Həccac. Hasan-ül Basri, Allah ona rəhmət etsin, Həccacdan gəlib ona şikayət edirlər. Həccac bizə çox zülm edir, qanımızı içir. Nə tövsiyə edirsən, biz də qılıncı götürək, ona qarşı çıxaq. Hasan-ül Basri, Allah ona rəhmət etsin, deyir ki, Həccac sizə Allahın bir qamçısıdır. Allah sizi Həccacla qamçılayır, şallaqlayır. Allahın qamçısına da heç vaxt qamçı ilə, silahla qarşılıq verilməz.
siz gedin oturun, özünüzü düzəldin, ibadətlərinizi, əməllərinizi qaydasına salın, Allah da onu sizə qarşı yumşaldacaq. Uca Allah buyurur, İnna Allah la yugayyiru ma bi qavmin hatta yugayyiru ma bi anfusihim. İnsanlar özlərin düzəltmədikcə Allah da onlarda olanı düzəltməyəcək. Hər şey, hər şey. Ölkədə başçı əmir sahibi, şəhərdə icra hakimiyyəti, kənddə kənd səmiti, evdə uşaq, həyat yoldaşı, işdə işçilərin, yolda miniyün. Yaxşı olmağın istəyirsənsə, gələk özü düzəlməsin, özü yaxşı deyəsən, onda onlar da yaxşı olacaq. Sələflər deyirlər ki, elə ki mən bir asilik edirdim, bir haram iş görürdün, onun əvəzin ya evdə yoldaşımın mənə itaat eləməməyində görürdüm, ya heyvanımın, miniyimin tez-tez xarab olub, sözümə qulaq asmamağında görürdüm. Hamısı qabağa çıxır. Mərvan ibn-i Həkəm, Allah ona rəhmət etsin, Əməvi hakimlərindən olur. Eşidir ki, cəmaat ondan narazıdır. Onu sevmirlər. Toplayır ağsaqqalları, ziyalıları, onlar ilə görüş keçirdir. Məndən nə istəyirsiniz? Səmimi tələblərinizi mənə deyin. Marvan, Allah ona rəhmət etsin, deyir ki, mənə ürəyinizdən nə keçir? Məndən tələbiniz nədir? Deyin. Cəmaat deyir ki, ey Marvan, istəyirik ki, sən bizə Abu Bakır və Ömər kimi hakimlər olsun. Çox şey istəmirik səndən. Bizə Abu Bakır və Ömər necə hakim olubsa, elə də hakim ol. Mərvan ibn-i Həkəm, Allah ona rəhmət etsin, onlara deyir ki, gedin siz Abu Bakrın və Ömərin dövründəki insanlar kimi olun, biz də sizə Abu Bakır və Ömər kimi hakimlər olaq. Həqiqətən də bu belədir. Siz əgər düzəlsəniz, özünüzü yaxşı eləsəniz, bizlər də islah olub düzələcəyik. Xavariclər nə Abu Bakır radiyallahu anhunun dövründə oldu, nə də Ömər ibn-i Xattabın radiyallahu anhu, Allah onlardan razı olsun, dövründə oldu. Osman radiyallahu anhunun xilafəti zamanı isə o 12 ilin ilk 6 ilində yox, son 6 ilində çıxdılar. Həzrət Əliyin dövründə isə lap çox yayıldılar. Həzrət Əliyin yanına gəlib soruşdular ki, ey Əli, nə üçün bu cəmaat, bu xavariclər, bu söz söhbətlər Abu Bakrın və Ömərin dövründə olmadı, Osmanla sənin dövründə oldu. Görün nə cavab verir. Çünki Abu Bakrın və Ömərin dövründəki cəmaat mən və Osman idi. Mənim dövrümdə isə cəmaat siz və sizin kimi fitnəkarlar olur. Ona görə bu ixtilaflar çıxdı. Ənəs ibn Məlikin, Allah ondan razı olsun, ən uzun ömürlü səhabələrdən sayılır. Çox yaşayıb. Həccazdan gəlib ona şikayət edirlər. Həccaz bizə çox zülüm edir. Həccaz bizi incidir. Ənəs, Allah ondan razı olsun, onlara Peyğəmbər s.ə.v-in bu hədisini tövsiyə edir. Səbirli olun, dözün, ta ki Rəbbinizlə qovuşana qədər. Səbirli olmaq, dözmək. Əlbəttə, onun o qədər dəyərli cəmaat zülüm etməyinin səbəbində də biraz da cəmaatın çox günah eləmələri var idi. Əslində, Həccac ibn Yusuf Əl-Thəqafi çoxlu xeyirli əməlləri olub. İslam xilafətində ordunun komandiri olub. Məscidlərdə 5 vaxt namazı qıldırıb. Cümə günləri xütbəni, imamlığı özü eləyib. Bugün biz Quran-ı Kərimi hərəkə ilə oxuyuruq. Fəthə, kəthrə, dammə, sukun, tənvinlər hamısını Həccac edib. Cəmaat rahatca Quran oxuya bilsin. Gecələr namaza qalxarmış. İslam xilafətindən düz Çinə qədər fəth eləyə gedir. Onun orduya komandir seçilməsi də yenə məşhur bir tabiun aliminin Ata ibn Əbi Rabahın tövsiyəsidir. Abdülməlik ibn Marvan görür ki, ordu onun sözünə baxır. Cihad əmri verib, getmirlər. Döyüşə indir, getmirlər.
Nə qayraq, neyniyək? İmam Ata, Allah ona rəhmət etsin, Abdülməlik ibn Marvana məsləhət edir. Bir nəfər var, Bəni Səqifə qəbiləsindəndir. Onlar da sərt insanlar olur. Adı Həccazdır. Gəl sən o Həccacı bu orduya komandir qoy. Ondan sonra görəsən ki, vəziyyət yaxşı olacaq. Vəzirin sözünə qulaq asır, Həccacı orduya komandir təyin edir. Silahlı işlərə o baxır. Döyüş naziri. Həccac gəlir ordunun yanına, deyir, ay cəmaət, durun Allah yolunda gedəyin cihada, döyüşməyə. Əskərlər deyir, bu kimdir? Bu kimdir bizə durun cihada əmr verir? Saymırlar. Gecə ilə Həccac 2 dənə çadırı içindəki əskərlərlə yandırır. Elə bilin ki, 2 dənə bölüyü içindəki əskərlərlə yandırır. Həmin vaxt o əskərlər başa düşürlər ki, bu kimdir? Başlayırlar onu eşidib ona itaat eləməyə. Dəyərli qardaşlarım, həmin o ordu düz Çinə qədər fəth eləyə gedir. İslam ora qədər gedib çatır. İslam xilafətindən, Əməvi dövlətindən başlayır, ta Məvara-ən-Nəhr, Özbəkistan, Pakistan, Hindistan, düz Çinə qədər fəth eləyə gedirlər. Başçını eşidib ona itaat eləməyin bax, faydası. Allahın dini bununla yayılır, insanlar İslamla şərəflənirlər. Onun komandirlərindən biri Əş'əf. Çinə çatanda Həccaca məktub yazır ki, bəsdir, biraz yolumuzu alaq, çox döyüşürük, ağır olur. Həccac ona cavab olaraq yazır ki, siz nətər komandirsiniz, əskər də yorular, irəli, gedin, yeni şəhərlər, yeni cəmaat İslama gəlsin. Əlbəttə, bizə kimsə bunu desə, bizim nəfsimizə ağır gəlməz. Ancaq bir döyüşçünü, bir komandiri, bir güclü şəxsiyyəti belə sözlərlə, yəni zəif söz, gücsüz söz demək, onu sındırmaqdır. Əş'əsin başı çönür, qəlbi fırlanır, bezir deyir, gedən Həccaca, onu öldürüb, bu İslamı onun canından qutarar, xuruc eləyirlər. Baxın, qardaşlarım, cihaddaydılar. Allah yolunda döyüşdəydilər. İnsanlar İslama gəlirdi. Bir xuruc şübhəsi gəldi, hakimə qarşı çıxmaq fitrəsi gəldi. Görün, nələr baş verdi. Qoydular kafirlərlə döyüş orada qaldı. İslamın yayılmağı orada qaldı. Ordunu götürüb, qayıtdılar Həccaca qarşı. Həccac eşidir ki, ordu ona qarşı toplanıb gəlir. Ordunun da 2/3 Əş'əsin yanındadır, 1/3 isə Həccacla qalıb. Amma Allah Subhanahu taala əmr sahiblərinə bərəkət verir, onları müdafiə edir. Həccac deyir ki, gedin ən birinci bunların qəlblərinə bu fitnələri, bu şübhələri salan kimdirsə, mənə onları tapın gətirin. Fikir babaları kimlərdir? Gedirlər, tapıb gətirirlər, hamısının başını kəsdirir, bütün xilafətlə gəzdirir. Hamı da görür ki, rəhbərə qarşı çıxmağa söz yaradan, insanlar arasında fitnə salan, o şübhələri gəzdirən adamların aqibəti nə oldu? Hələ əlinə qılınc götürüb döyüşənlər yox ha, orada burada rəhbərin əleyhində ona qarşı fikirlər, narazılıqlar yayanın sonu nə oldu? Əş'əs başa düşür ki, Həccacın əlinə düşsə mənə gözləyir. Yazır Türk imperiyoruna Rutilə. O da qeyri-müsəlman olur. Məni ölkənə qəbul elə. Yaxşı vəziyyətdə deyirəm. Baxın, qardaşlar, o da qəbul edir. Bir vaxt İslam hakimiyyətində Allahın dinini uca tutmaq üçün döyüşən şəxs xuruc ucbatından tərk edir İslam dövlətin, gedir kafirə sığınır. Tanış gəlir bu bizə, Avropa arzulayanlar.
Norveçdə vəziyyət belədir. Fransada qardaşlar nətər yaşayır. Belçikada superdə yaşayış. O vaxtdan bu şey gəlir. Əş'as da gedir kafir dövlətinə sığınır. Bu cür ibadəti, İslam dövlətini qoyur, gedir ora. Həccac Rutilə məktub yazır. Ey Rutil, ya o adamı mənə diri təslim eləyəsin, öldürmə ha, diridir. Ya da ki, ordunu yığıb gəlirəm sənin üstüyə, səninlə döyüşməyə. Rutil məktubu alır, Həccacın qabağına nətər çıxacam deyir. Əş'asa deyir ki, salamat, səni ölkəmdə saxlaya bilmərəm, yoxsa ordu yığıb üstümə gəlir. Qardaşlarım, Əş'as vəziyyəti başa düşür ki, Həccacın əlinə düşsən mənə nə gözləyir, gedir özün hündür qayalardan atır, intihar edir. Bir dənə xuruc, bir dənə narazılıq, bir dənə əmri eşitməməyin axırına baxın. Gör insanı nə vəziyyətə salır. Belə olur qardaşlar. Hər şey damcı-damcı başlayır. İmam Şa'bi günlərin bir günü gəlir Həccacın huzuruna. Ey Həccac, zülm eləyirsən, ədalətli ol. Belə eləməyin doğru deyil. Həccacın üzərinə çıxır, mərd-mərdanə sözün deyir. Həccac Şa'biyə, Allah ona rəhmət etsin, deyir. Ey Şa'bi, mən daha zalim olmuşam, yoxsa Firon? İmam Şa'bi deyir ki, əlbəttə Firon. Firon, mən sizin ən uca Rəbbinizəm deyirdi. Mən sizin üçün özümdən başqa ilah tanımıram deyirdi. Firon daha zalim olub. Yaxşı, ey Şa'bi, sən yaxşı xeyri nəsiyyət eləyən olmuşsan, yoxsa Musa ilə Harun? Musa ilə Harun, əlbəttə. Ey Şa'bi, eşitməmisənmi Allah Teala Musa ilə Haruna Fironu qarşısına gedəndə deyir, gedin onunla danışın, yumşaq, mülayim tərzlə. Bəlkə qorxub qayıtdı. Bu nə danışıqdır, mənlə danışırsan? Sən boyda alim. Həqiqətən də qardaşlar, rəhbərlərdə xeyir, bərəkət daha çox, daha böyük olur. Əlbəttə, bu haqda nə qədər danışsaq, çoxlu rəvayətlər var. Hər birimizin üzərinə düşən dinimizdə tövhid ilə Allaha ibadət etmək qədər əhəmiyyətli, şirkdən və günahlardan çəkinmək qədər əhəmiyyətli bir məsələ rəhbəri eşidib ona itaat etmək. Onun ətrafında toplanıb cəm olmaq, ona qarşı dilimizlə, qəlbimizlə nəsə asilə etmək. Əlbəttə, naqisliklər, nöqsanlıqlar olub, keçmişdə də, indi də var, olacaq gələcəkdə də. Amma bunun yolu, islahı, narazılıq eləmək, ələ qılınc götürmək, mitinglər və s. deyil. Bacarırsan, özünə gedib nəsiyyət eləmək. Ən yaxşısı isə Allahdan istəmək, Allaha dua eləmək. Allahım ona kömək ol, Allahım ona yardım elə, Allahım ona ədalətli elə və s. aləmlər Rəbbi Allahdan istəyirsən. Peyğəmbər s.ə.v buyurur ki, sizin ən xeyirliniz öz rəhbəri üçün dua edən şəxsdir. İmam Əhməd deyir ki, bilsəm ki, mənim bir duam qəbul olacaq, mən onu başçıya eləyərəm. Çünki onun islah olmağı, bütün cəmaatın islah olmağı deməkdir. Allah subhanətə Allah bizləri eşidib, başa düşüb, faydalanan, ən gözəlinə tabi olan qullarından etsin. Amin. Uca Allah ilk öncə bizləri islah etsin, sonra bizim üzərimizdə olan şəxsləri islah edib, güclü, qüvvətli, daima müzəffər etsin. Amin. Allah Teala ölkəmizi qoruyub, əmnamanlıq diyarı etsin. Allah subhanətə Allah bizi fitnədən və əhlindən, şərdən və əhlindən, şər danışan, fitnə salan insanlardan uzaq eləsin. Kim ki bizim bu ölkəmizdə rəhbərə qarşı, başçıya qarşı, alimlərə, elm əhlinə qarşı, cəmaata qarşı söz-söhbət yayır, ixtişaşlar çıxardır, hərc-mərclik salır, şübhələr yayır, orada-burada nə gəldi danışır, Allah Teala onların şərə xatasını bizdən uzaq eləsin. Amin. Onları elə özləri ilə məşğulləsin. Amin. Allah Teala hər birimizi bu məclisdən qalxarkən günahlarımız bağışlanmış halda qaldırsın. Təşəkkür edirik hamınıza. Allah Teala bizləri müvəffəq etdi bu cür gözəl, xeyirli məclisə. Subhanəkəllahumma bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu iləyik.